Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Deməli, bu gün istədim sizə tarixi, Qərbi Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri haqqında hər biri haqqında qısa məlumatlar verim. Əvvəla onu deyim ki, final haqqında çoxlu suallar gəlib. Finalda belə idi. 12 dənə sual var idi. 12 dənə sual, hərəsi 1 ballıq. Bu sualların içində var idi. Məsələn, İlham Əliyev Qərbi Azərbaycanı nə vaxt səfərləyib? Birinci Nikola 1828-ci fərmanı nə idi Qərbi Azərbaycanla bağlı? Daha sonra Aşqasyan dağlar şeyində hansı dağlar adı çəkilirdi? Çuxursad bəylə İrəvan xanlığının müqayisəsi var idi, yadımda qalanlardan. Sonra 3 dənə sual var idi, 10 ballıq. Cədvəl qrafik qurma üzrə idi. Qərbi Azərbaycanda müxtəlif illərdə ermənilərin Azərbaycan və digər millətlərin sayının artıb azalması idi. Bizdən diaqram qurmamız, cədvəl qurmamızı istəyirdi. Bir də ki, mənbə təhlili idi. Heydər Əliyevin 1948-53-cü deportasiyası idi. Ona aid 4 dənə sual olur, o da 10 ballıqdır. Məhdud cəhəti, mənbə təhlili zad istəyirdim. Məsələn, məhdud cəhəti digər deportasiyalara aid edilməməzdir. Belə. Yəni, başqa nə sualınız olsa verə bilərsiniz. Deyim ki, kitabça bizə vermədilər. Keçək görkəmli şəxsiyyətlərə. Hər bir haqqında qısa məlumat. Əziz Əliyev 1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində doğulub. 1961-ci ildə isə 1960-da vəfat edib. Deməli, Əziz Əliyev həkim olub. Onu yadda saxlayırıq. Hətta Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluqda işləyib 1932-35-ci illərdə və Dağıstan Mərkəz Komitəsinin birinci katibi olub 1942-46-da. Şam Əli Əsgərova da həkim olub. Görən kimi yadımıza o düşməlidir. 1904-cü ildə İrəvanda doğulub. Şam Əli Əsgərova 2-ci Dünya müharibəsinə yollanıb. Gələndən sonra doğum evinə rəhbərlik edib. Yəni ilk dəfə sosialist əməyi alan tibb işçisidir. Yəni onu görəndə yazıcı həkimlik düşməlidir. Kamil Əliyev görkəmli rəssamımız olub, xalq rəssamımız olub. Kamil Əliyev 1958-ci ildə Füzulinin yubileyində və 1973-cü Nəsiminin yubileyində olaraq xalça üzərində portretlər yaradıb. Hindistana 1985-də səfər edib. Bu səfərdə deməli Indira Gandhi, Hindistan portretlərini yaradıb. Onun əsərləri İranda, Misirdə, İtaliyada, Türkiyədə nümayiş etdirilib. 1967-də əməkdar rəssam, 1982-də xalq rəssam fəxri adına layiq görülmüşdür. Kamil Əliyev 1999-cu ildə isə o vaxt Azərbaycanın ən yüksək medal sayılan İstiqlal orderinə layiq görülmüşdür. Budaq Budaqov görəndə yazıda coğrafiya düşməlidir. Çünki Budaq Budaqov coğrafiya aiddir. 1928-ci ildə İrəvanda doğulub. Budaq Budaqov deməli, Budaq Budaqov dissertasiya müdafiə edib. Cənubi Qafqazın Azərbaycan hissəsinin geomorfologiya və yeni tektonik hərəkətləri. Bu dissertasiyada coğrafiya elmləri üzrə alimlik dərəcəsi almışdır. Budaq Budaqov belə onun müxtəlif əsərləri var. Əfsanə dağlar, təbiətimizi qoruyaq, coğrafiya və kənd təsərrüfatı abidələri, orta məktəbdə Azərbaycan coğrafiyası. Yəni əlqərəz Budaq Budaqov görən kimi yazıca coğrafiya düşməlidir. Bəhmən Axundov da bizim deməli Bəhmən Axundov görəndə yazıca iqtisadiyyat düşməlidir. Deməli o iqtisadiyyat Azərbaycanlılar arasında iqtisad elmləri üzrə alimlik dərəcəsi almış və Bəhmən Axundov ilk insandır. 1910-cu ildə doğulub. O ailəsinə özü baxmağa çalışıb, muzdurluq eləyib, Cəfər Vəlibəyov kimi. Yəni Bəhmən Axundov iqtisadiyyatçı alimdir. O deməli eləyib. 1951-ci ildə İnqilaba qədərki Bakı neft sənayesi mövzusunda dissertasiya müdafiə doktorluq dərəcəsi almışdır. Cəfər Vəlibəyov 1907-ci ildə İçmiyəçin qəzasında doğulub. 1981-də Bakıda vəfat edib. 1929-cu ildə İrəvanda Azərbaycan Dövlət Dram Teatrının direktoru olmuşdur. 1938-ci ildə Sovet Ermənistanı qəzetinin də rektor işləmişdir. 1949-da yenidən bura təyin olunmuşdur. Vəlibəyovlar ailəsinin ermənilər olaraq qarşı pis təbliğat varmışdır. Onların sərvətlərini əlinə alıblar. Ona görə gənc yaşlarından muzdurluq etmişdir. Cəfər Xandan 1910-cu ildə doğulub, 1961-ci ildə vəfat edib. O əsas 1939-cu ildə proletar inqilabçı şair Sabir haqqında
əsərini dissertasiya kimi müdafiə edib və filologiya elmlərinin namizədi olmuşdur. O da 2-ci Dünya müharibəsində iştirak edib. 2-ci Dünya müharibəsində ön cəbhədə bir sıra qəzetlərdə məsul müavin kimi çalışmışdır. Vətən şərəfinə, vətən yolunda qələbəyə doğru qəzetlərində və 1948-ci ildə 1906-46-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun Bərdə debetdə inikası mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və bir il sonra isə professor adına layiq görülmüşdür. Həsən Seyidov görən kimi yaduza cəhd təsərrüfat düşməlidir. Həsən Seyidov belə ki 1910-cu il İrəvanda doğulub və 1999-cu ildə vəfat etmişdir. Həsən Seyidov deməli 1934-cü ildə torpaqlarda kalium maddəsinin yuyulması mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı üzrə ilk Azərbaycanlı elmlər namizədi kimi Bakıya dönmüşdür. Daha sonra 1972-ci ildə isə deməli hansı şeydir? Respublikada fəraj tələbəçiliyi inkişafına dair mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Öləndən sonra 2-ci fəxri xəyanət dəfn olunmuşdur. Heydər Hüseynov 1908-ci ildə doğulub. Heydər Hüseynov görən kimi yazılı şey düşməli. Tam Azərbaycanda rusca lüğətinin yazılmasına görə Stalin, 2-ci dərəcə Stalin mükafatına layiq görülmüşdür. Sonda ona qarşı deməli Şeyx Şamil tərəflərinə görə ona qarşı təqiblər gücləndirilmiş və sonda intihar eləmişdir təqiblərə dözməyərək. Hüseyn Həsənov deməli Hüseyn Həsənov görən kimi yazıda biologiya düşməlidir. Deməli biologiya fakültəsini Azərbaycan Dövlət Biologiya fakültəsini bitirib 1958-ci ildə isə dissertasiya müdafiə edərək biologiya elmlərinin namizədi kimi tarixə düşmüşdür. Həmçinin o 1989-cu ildə New York Akademiyasının həqiqi üzvü seçilib yazıda qalsın. Hüseyn Seyidzadə görkəmli kino rejissorumuzdur. O bir çox kinolarımızı çəkmişdir. Dəli Kürü, Koroğlunu, Qaynananı və daha nələri Hüseyn Seyidzadə çəkmişdir. O deməli hansı idi? İlk film o Əlacsız Adamlar filmində aktyor kimi çəkilmələri kino aləminə atılıb. 1910-cu ildə doğulub. 12-ci ildə doğulduğunu iddia edənlər də var. 1979-cu ildə vəfat etmişdir. Bəli, bu qədər. Digərlərində istəyirsə, yəni izah eləməmi, qısa şərh verməmi, videoya like eləyib yorum yazarsınız. Sağ olun, görüşürük.